şəhid olmağa hazıram. Azərbaycan bundan sonra heç vaxt müstəqilliyini itirməməlidir. Mən keşikdə durmuşam, narahat olmuram. Azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev, bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı, Milli Qurtuluş Günü kimi qeyd edir. İlham Əliyev, Azərbaycan Respublikasının prezidenti. Azərbaycan, azad və müstəqil diyar, Qoca Qafqazın parlayan ulduzu, öz istiqlal arzusunu gerçəkliyə çevirmiş, milli mənliyini döyüş meydanlarında qorumuş qalib xalqın dövləti, çoxlarının qibtə edəcəyi zəfərə imza atmış Azərbaycanlıların vətəni, mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkan, günbəgün çiçəklənən, inkişaf edən ölkə. Azərbaycanı bu uğurlara aparan yol heç də həmişə hamar olmamışdır. Talih elə gətirmişdir ki, mübarizələrlə dolu bu keşməkeşli yolda Azərbaycanın xalqın siyasi şuurunda ümummilli lider səviyyəsinə yüksəlmiş Heydər Əliyev kimi sınanmış dövlət xadimi var idi. Onun fövqəladə missiyası sayəsində Azərbaycan 20-ci əsrin əvvəlində mövcud olmuş Xalq Cümhuriyyətinin aqibətindən qurtuldu, ardıcıl inkişaf yoluna çıxdı. Azərbaycanın dövlət müstəqilliyi dönməz və əbədi xarakter aldı. Məhz buna görə bugünkü Azərbaycan xalqın istiqlal məfkurəsini əzəmətli bir gerçəkliyə çevirmiş Heydər Əliyevin şah əsəri sayılır. Heydər Əliyev uzaq görən siyasətçi olduğunu ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə sübut etmiş, əhalinin sonsuz inamını qazanmışdı. O illərdə partiya lideri olmaqla yanaşı, o həm də SSR və Respublika Ali Sovetinin deputatı idi. Onun apardığı kadr siyasəti sayəsində parlamentdə layiqli adamların təmsil olunmasına şərait yaradıldı. Ali Sovetin işində dönüş yarandı, milli mənəvi sərvətlərin qorunub saxlanılması üçün hüquqi baza genişləndirildi. Yeni konstitusiyada Azərbaycan dilinə dövlət dili statusu verildi. Heydər Əliyev parlamentdə bu dövrə təsadüf etmiş 9-cu, 10-cu və 11-ci beşilliklərin proqramlarının təsdiq olunmasında və hər il ölkə büdcəsinin qəbulunda yaxından iştirak edir, Ali qanunvericilik orqanının fəaliyyəti ilə bağlı tövsiyələrini verirdi. 1970-1985-ci illər yeni Azərbaycan tarixinə quruculuq illəri kimi daxil oldu. Bu vaxtadək Aqrar Respublika kimi tanınan Azərbaycanın iqtisadiyyatında keyfiyyət dəyişikliyi baş verdi. Yüzlərlə zavod və fabrik inşa edildi, yeni istehsalat sahələri yarandı. Bu dövrdə Azərbaycanda ədəbiyyatın, incəsənətin, musiqinin inkişafında tərəqqi dövrü yaşandı. Dövlət mədəniyyət xadimlərinin, tarixi şəxsiyyətlərin xatirəsini əbədləşdirən abidələrin ucaldılması o dövrün quruculuq salnaməsinə, Azərbaycanın memarlıq, şəhərsalma tarixinə qızıl hərflərlə həkk olundu. Bu illərdə gələcək müstəqilliyin iqtisadi əsasları və milli kadr korpusu yaradıldı. Onun təşəbbüsü ilə ittifaqın aparıcı ali məktəblərində təhsil alan gənclər sonralar dövlət müstəqilliyinin əldə edilməsində və ordu quruculuğunda əhəmiyyətli rol oynadılar. Mənim xatirimdədir ki, ildə təxminən 150 nəfər
Moskva Üniversitetine Azerbaycan'dan biz talebe gönderirdik. Təxminən 100 nəfər Leningrad Üniversitetine talebe gönderirdik. Keçmiş SSR miqyasında təxminən 46 şəhərdə 50'ye kadar ali məktəbə biz tələbələr gönderirdik. Bunlar bizim Azerbaycan'ın gençlerinin təhsil səviyyəsini, üfüqlərini ne kadar genişləndirir, ne kadar imkanlar verir. Heydər Əliyev 1982-1987-ci illərdə Moskvada ittifaq rəhbərliyində təmsil olunduğu dövrdə böyük təşkilatçılıq və idarəçilik məharəti nümayiş etdirirdi. O, SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi ona həvalə olunmuş bütün sahələr üzrə qısa zaman kəsiyində irəliləyişə nail oldu. Bu, onun xarizmatik şəxsiyyəti və özünəməxsus fərdi keyfiyyətləri ilə bağlı idi. Moskva ulu öndərə nəhəng ölkə həyatının maşın qayırma, yüngül sənaye, nəqliyyat, təhsil kimi mühüm və dövrünün çətin hesab olunan sahələrinə nəzarət etməyi tapşırmışdı. O, Baykal-Amur magistralının tikintisinə, magistral xətt boyunca yeni stansiyaların, şəhərlərin inşasına rəhbərlik edirdi. Moskvanın digər əhəmiyyətli obyektləri, yenidən qurma işləri də onun nəzarətində idi. SSR-nin siyasi rəhbərlərindən biri kimi o, bir çox beynəlxalq qərarların hazırlanmasında və qəbulunda fəal iştirak edir, xarici ölkələrdə rəsmi səfərlərdə olur, yüksək səviyyəli dövlət rəhbərləri və siyasi xadimlərlə görüşür. Bu səmərəli diplomatik fəaliyyət SSR ilə onun müttəfiqləri arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına müsbət təsir göstərirdi. Azərbaycan prezidenti İlham Əliyev haqlı olaraq qeyd edir ki, Heydər Əliyev fenomeni bu dövrdə ümumİttifaq miqyasında etiraf olunurdu. O, ölkədə baş verən ən ekstremal vəziyyətlərin aradan qaldırılmasının bilavasitə iştirakçısı kimi o dövrdə SSR məkanında ən nüfuzlu siyasi xadimlərdən birinə çevrildi. Heydər Əliyev harda çalışmasından asılı olmayaraq həmişə xalqına, vətəninə sədaqətlə qulluq etmiş, doğma Azərbaycanla heç vaxt əlaqələrini kəsməmişdir. O, Moskvada fəaliyyət göstərdiyi illərdə də Azərbaycanın inkişafı üçün əlindən gələni əsirgəmirdi. Onun təşəbbüsü ilə Bakıda və Azərbaycanın digər bölgələrində yeni zavodlar, fabriklər, milli memarlıq üslubu ilə fərqlənən yaraşıqlı inzibati və yaşayış binaları inşa olundu. əsrin 90-cı illərinin əvvəllərində SSR adlı nəhəng bir imperiyanın süqutunu yaxınlaşdıran proseslər daha da güclənirdi. Müttəfiq respublikalarda milli azadlıq hərəkatları getdikcə daha geniş vüsət alırdı. Xalqlar müstəqillik əldə etmək arzusu ilə meydanlara axışırdı. Bu proseslər Tbilisidə və Baltikyan ölkələrdə olduğu kimi qanlı qadalı hadisələrlə müşahidə olunurdu. Sovet xalqı anlayışı artıq öz əvvəlki mənasını itirirdi. Bu dövrdə ölkə rəhbəri Mikhail Qorbaçovun təşəbbüsü ilə SSR-də aparılan uydurma yenidən qurma siyasətinin iflasa uğradığı göz önündə idi. Ölkədə şovinist meyllər güclənir, müttəfiq respublikaların xalqlarına qarşı münasibət pisləşirdi. Aparılan qərəzli siyasətlə razılaşmayan Heydər Əliyev, Sovikp MK siyasi bürosunun və SSR hökumətinin tərkibindən istefa verdi. Bunun ardınca erməni millətçiləri Azərbaycanı parçalamaq, etnik münaqişəyə cəlb etmək məqsədi ilə hərəkətə keçdilər. Mərkəzin iki başlı siyasəti Azərbaycanda etiraz dalğaları ilə qarşılanırdı. Xalqın iradəsini qırmaq, onun müstəqillik arzusunu boğmaq məqsədi ilə 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə imperiyanın qoşun hissələri Bakını qana boyadı. Azərbaycanlıların milli mənliyinə ağır zərbə vuruldu. Xalq meydanda tək qalmışdı.
Belə bir vaxtda yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək burada sərt bəyanatla çıxış etdi, xalq ilə birlikdə olduğunu bildirdi. SSR-nin müxtəlif bölgələrində baş vermiş hadisələr xalq deputatları qurultayı səviyyəsində müzakirə olunsa da 20 yanvar faciəsi unutqanlığa məhkum edildi. Yalnız Heydər Əliyev siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra 20 yanvar hadisəsinə parlament tərəfindən siyasi qiymət verildi. Ümumiyyətlə, Azərbaycanın ən yeni tarixinin bu dövrü faciəli hadisələr, separatizm, torpaqların erməni qəsbkarları tərəfindən dalbadal işğalı, hakimiyyət böhranı ilə xarakterizə olmuş. Ölkə həyatının bütün sahələrini bürümüş xaos, qeyri-müəyyənlik, ali qanunvericilik orqanının, parlamentin işinə də öz təsirini göstərirdi. Burada baş verən hadisələr ölkədəki real vəziyyətin əyani göstəricisi idi. Belə bir vaxtda Azərbaycanda möhkəm siyasi iradəyə və dövlətçilik təcrübəsinə malik liderə böyük ehtiyac duyulurdu. Belə bir lider isə vaxtilə Respublika rəhbəri olmuş, siyasi olimpin Kreml zirvəsini fəth etmiş Heydər Əliyev idi. Heydər Əliyev bu dövrdə artıq ittifaq rəhbərliyindən istefa verərək Bakıya, sonra isə Naxçıvana qayıtmışdı. Moskvanı, o cümlədən Azərbaycan iqtidarını Heydər Əliyev fenomeni çox narahat edirdi. Buna baxmayaraq, 1990-cı il seçkilərində o, Azərbaycan SSR-in və Naxçıvan Muxtar Respublikasının xalq deputatı, 1991-ci il sentyabrın 3-də isə Muxtar Respublikanın Ali Məclisinə sədr seçildi. Onun təşəbbüsü ilə Naxçıvanda dövlət quruculuğuna ciddi fikir verildi, milli dövlətçilik ənənələrinin bərpasına başlanıldı. Muxtar Respublikanın adından Sovet sosialist sözləri çıxarıldı, üçrəngli Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul olundu. Bu dövrdə Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi sözün həqqi mənasında Azərbaycan parlamenti üçün bir nümunə idi. Hakimiyyətdəkilər isə onun xalq arasındakı nüfuzuna qısqanclıqla yanaşır, bu görkəmli dövlət xadiminə qarşı çirkin əməllərə əl atırdılar. 91-ci ilin əvvəlində fevral ayında mən ilk dəfə Ali Sovetin sessiyasında gəlib çıxış edərkən ürəyim yanırdı. Ancaq təəssüf ki, o vaxt mənim bu çıxışımı anlamaq əvəzinə mənə qarşı cürbəcür təzyiqlər, böhtanlar, təhqirlər gördüm. Mən o vaxt nə dedim? Mən dedim ki, Dağlıq Qarabağ tamamilə əldən gedib. Dağlıq Qarabağ artıq Azərbaycanın deyil. Və Dağlıq Qarabağ haqqında Azərbaycan devlətinin konsepsiyası yoxdur. Hamının birləşib, birlikdə bu məsələnin həll etmək yollarını axtarıb tapa bilmədiklərinə görə Azərbaycan belə ağır vəziyyətə düşdü. Ali Sovetin deputatı kimi o parlament müzakirələrinə qatılır, 20 yanvar faciəsi, dövlət müstəqilliyi, torpaqların işğalı ilə bağlı prinsipial çıxışlar edirdi. Bu isə onun bədxahlarının xoşuna gəlmirdi. Kim olur olsun, mənim dilimi kəsə bilməyəcəkdir, məni ancaq həlak edərlər, ancaq ömrümün son dəqiqəsinə qədər öz fikrimi mən deyəcəm. 1991-ci il martın 7-sində Ali Sovetdə ittifaqın saxlanılması barədə referendum keçirilməsi haqqında məsələ müzakirə olunarkən, Heydər Əliyev bu məsələnin qəti əleyhinə çıxdı. Etirazlara baxmayaraq, parlament SSR-nin saxlanması barədə referendumda iştirak etmək haqqında qərar qəbul etdi. Yalnız Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublika referendumda iştirak etmədi. Həmin il avqustun 29-da Ali Sovetin növbədənkənar sessiyasında ölkədə siyasi vəziyyət müzakirə olunarkən, Heydər Əliyev bu məsələyə bir daha qayıdır. Mart ayının 7-sindən keçirilən sessiyada bir çox deputatlar, o cümlədən mən, Azərbaycanın müstəqilliyini təklif edərkən bizim əleyhimizə cürbəcür
hücumlar başlandı və hamı haykü ilə səs verdi ki, Azərbaycanın müstəqilliyi ola bilməz və biz referenduma getməliyik. Xahiş edirəm, şərait yararını mən sözümü deyim. Mən mart ayında da demişdim, iki yüzlü siyasət aparmaq olmaz. İclasda çıxışına görə ona təzyiqlər davam edir. Bunları təşkilləyirsiniz. Ben bilirdim ki ben çıkış edenden sonra kimler çıkış edecekler diyecekti. Bunların hamısı sizin senaryosunuz. Bakıda siyasi təqiblərlə üzləşən Heydər Əliyev bundan sonra 1993-cü il iyun ayının 13-nədək parlamentin iclaslarına qatılmır. Zaman Heydər Əliyevin haqlı olduğunu sübut etdi. O dövrdə baş verən proseslərin məntiqi nəticəsi kimi 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti dövlət müstəqilliyi haqqında konstitusiya aktını qəbul etdi. ...1991-1992-ci illərdə cəbhə xəttində vəziyyət günü-gündən kəskinləşirdi. Əhali hələ 20 yanvar faciəsinin yaralarını sağaltmamış, Xocalı soyqırımı baş verdi. Sonra isə Şuşa və Laçın xəyanət nəticəsində düşmənə təslim edildi. Bu hadisələr fonunda siyasi qüvvələrin çəkişməsi ölkədə tez-tez hakimiyyət dəyişikliyinə səbəb olurdu. 1992-ci ilin may-iyun aylarında cəbhə müsavat cütlüyünün hakimiyyəti zorla ələ keçirməsi dövlətçilik tariximizdə çox təhlükəli olan ənənənin yaranması üçün zəmin yaratdı. Ancaq gələcəkdə Heydər Əliyev qətiyyəti bu ənənənin davamına birdəfəlik son qoyacaqdı. 1992-ci ilin mayında isə parlamentdə xalqın gələcəyini düşünən deputatların təklifinə baxmayaraq, onun Ali Sovetə sədr seçilməsinə cəbhəçilər tərəfindən imkan verilmədi. Beləliklə, Xalq Cəbhəsi hakimiyyətə gəldi. 92-ci ilin iyun ayında prezident seçildi. Alt cəbhəsi hakimiyyətə gəldi. Ancaq onlar anlamadılar ki, onlar Azərbaycanı ağır şəraitdə idarə etməyə qadir deyirlər. Ona görə bir illik hakimiyyət devri demək olar ki, Azərbaycanda sürətlə gedən dağıdıcı, bozucu bir prosesə çevrildi. Bu hakimiyyət də əvvəlki iqtidar kimi Heydər Əliyevə qısqanclıqla yanaşır, onu ölkədə baş verən siyasi proseslərdən təcrid etməyə çalışırdı. Ancaq xalqın taleyinə biganə qala bilməyən ziyalılar, sadə insanlar başa düşürdülər ki, ölkəni bu vəziyyətdən ancaq Heydər Əliyev müdrikliyi xilas edə bilər. Bu məqsədlə onlar Naxçıvanda sonralar iqtidar partiyasına çevrilən Yeni Azərbaycan partiyasını yaratdılar. O dövrdə ölkədə yaranmış gərgin şərait tarixin acı imtahanını labüd edirdi. Tanklar üzərində top tüfənglə hakimiyyətə gələn cəbhəçilər ölkəni əsla idarə edə bilmir, itaətsizlik günün reallığına çevrilirdi. Çağdaş parlament tariximizdə ən əlamətdar hadisə 1993-cü il iyunun 15-də Heydər Əliyevin ölkənin Ali Sovetinə sədr seçilməsi oldu. Bu hadisəyədək 1993-cü ilin iyunun 4-də iqtidarın fərsizliyi ucbatından Gəncədə qardaş qanı töküldü.
Heç kəs də gərək bunu unutmasın ki, 93-cü ildə Azərbaycan parçalanmaq, bir ölkə kimin, müstəqil devlət kimin məhv olmaq təhlükəsi qarşısındaydı. Azərbaycanda vətəndaş müharibəsi baş vermişdi. Bundan istifadə edən bəzi qüvvələr, həmən o xalq cəbhəsinin içərisindən çıxmış qüvvələr, Azərbaycanın cənubunda yeni bir cumhuriyyət yaratmaya çalışdılar. Şimalında yeni hərəkət başladı, separatçıq meyilləri özünü göstərdi. Ermənistan silahlı qüvvələri Azərbaycanın torpaqlarını sürətlə işgal etməyə başladı. 93-cü ildə Azərbaycan yanırdı. O günlərdə ölkənin ikinci böyük şəhərində aramsız mitinqlər keçirilirdi. Mitinqlərdə Gəncə əhalisi ölkəni vətəndaş müharibəsinə sürükləyənlərin istefasını və hadisəyə siyasi qiymət verilməsini tələb edirdi. İqtidar çaşqınlığı içərisində idi. Dövlətçiliyimizin müqəddəratının həll olunduğu belə bir məqamda Heydər Əliyev iyunun 13-də parlamentdə çıxış etdi. Qan tökülüb, cinayət yapılıb, böyük faciə baş verib. Ancaq bunun dərinləşməsinə heç vəclə yol vermək olmaz. Məni bu günləri bura dəvət edərkən mən Əbülfəz Elçi bəydən də xahiş etdim ki, mən Gəncə şəhərinə gedib vəziyyətlə tanış olandan sonra gəlib təkliflərimi verə bilərəm. Onun hakimiyyətə yenidən qaydacağından qorxuya düşmüş cəbhəçilər Heydər Əliyevin Gəncəyə səfərinə maneçilik törətməyə çalışırdılar. Başqa deputatların birgə getməsi necə baxırsınız buna? Milli Məclisə daxil olmayan deputatlar və biz də ora gedək. Mən istəmirəm ki, mənim indiki Gəncəyə səfərim bir deputat qrupunun səfəri olsun. Mən bir haldakı dediyim kimi bura dəvət olunmuşam və bu prosesdə iştirak edirəm. Mən özüm tək gedib bu işlərlə məşğul olmaq istəyirəm. Deputat qrupu göndərmək istəyirdiniz, əvvəl göndərəydiniz. Heydər Əliyev həmin gün Gəncə şəhərinə gəldi. O, vəziyyətlə yerində yaxından tanış oldu. Milli Məclisin iyunun 15-də keçirilən iclasında gündəlikdə bir məsələ, Ali Sovetin sədrinin seçilməsi məsələsi olduğu halda cəbhəçilər məsələnin müzakirəsini başqa istiqamətə yönəltməyə səy edirdilər. Təşkilat məsələsinə qalanda mənə elə gəlir ki, bir gün, 2 gün sonra da eləmək olar. Ona heç elə də vacib deyil ki, mütləq bir gün həll olunsun. Ona görə ki, Ali Sovet rəhbərsiz deyil. Yəni o prezidiumda oturanlar var və bu davam eləmək olar iclasımızda. Bu söhbətdən bir dəfəli qurtarmaq lazımdır. Siz hamınız burada oturmuşsunuz. Gəncədən xəbəriniz yoxdur. Heç biriniz oraya getməmisiniz. Burada oturub yenə də məsələ müzakirə eləmək istəyirsiniz. Məsələ həddindən artıq mürəkkəbdir. İndi bunu nəyini müzakirə eləyəcəyik burada? Burada tədbirlər görmək lazımdır. Tədbirlər də burada səs vermə yolu ilə olmaz. Müəyyən səlahiyyətli adamlar görməlidir. Siz yəqin ki, vəziyyətdən çıxış yolu axtarmırsınız, başqa işlərlə məşğul olmaq istəyirsiniz. İclasın gedişatını pozmağa çalışanların bütün səylərinə baxmayaraq, artıq heç kəs ölkəni bu vəziyyətə salanları eşitmək istəmirdi. Gəlin hər şeyə açıq danışaq. Bütün millət Müsad Heydər Əliyevi gözləyir. Əgər istəyirsiniz ki, bu odun üstünə su tökəsiniz, Heydər Əliyev gəlməlidir vəzifəyə. Respublikada idarə etmə iflis vəziyyətindədir və buna da ehtiyac yoxdur demək ki, Ali Sovetin sədri yoxdur, Respublikanın baş naziri yoxdur və belə bir ağır şəraitdə də bu müzakirələr Respublikanı ağır şəraitdən çıxarmayacaq. Bütün süni maneələrə baxmayaraq, iclasın gedişatında Ali Sovetin sədri vəzifəsinə Heydər Əliyevin namizədliyi irəli sürüldü. Mən xahiş edirəm, Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə irəli sürülmüş namizəd Heydər Əlizoğlu Əliyevin namizədliyinə münasibətunuzu bildirəsiniz. Qərar qəbul olundu. Beləliklə, iyunun 15-də Heydər Əliyev xalqın təkidli tələbi və yenilməz iradəsi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Azərbaycan Respublikasının bugünkü ağır
mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm və bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyim. Heç kəsin şübhəsi olmasın ki, mən ömrümün bundan qalan hissəsini harda olursa olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil devlət kimi inkişaf etməsinə həsr edəcəyim. Sonralar Azərbaycan parlamenti vətənin böyük oğlunun ölkə rəhbərliyinə qayıdışı gününü Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etdi. Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən aşkarlıq prinsipinə üstünlük verdi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. Dünən gecə də mənə xəbər verdilər ki, Xalq Cəbhəsindən artıq ciddi tədbirlər görülür ki, Heydər Əliyevi bu gecə nəyin bahasına olur olsun, məhv eləsin. Ancaq bu məni qorxutmur. Kim məni məhv eləmək istəyir, məhv eləsin. Mən xalqımın yolunda şəhid olmağa hazıram. Ölkədə yaranmış ictimai-siyasi vəziyyət müzakirə olunarkən Heydər Əliyev fikirlərini bölüşür, deputatların qaldırdığı məsələlərə öz münasibətini bildirir. İndiyə qədər deputat istintaq komissiyaları çox olub və hesab edirəm ki, İsa Qəmbər bu işlərin iştirakçısı kimi istintaq orqanları qarşısında öz ifadəsini verməyə borçludur. Amma Milli Məclisdə istədiyi kimi bu məsələyə aid öz fikrini deməlidir. Bəli, deputat istintaq komissiyası olubdur. Xocalı hadisəsi haqqında nə eləmişsiniz? Şuşanı əldən vermişsiniz, nə eləmişsiniz? Siz bu parlamentinin ən faal üzvlərindənsiniz. Laçını əldən vermişsiniz, nə eləmişsiniz? Kəlbəcər kimi rayon əldən getdi. Onu müzakirə etmək əvəzinə siz dərhal fövqəladə vəziyyət yarattınız. Cəmaatın ağzını yığdınız. Nə elədiniz? İndi bir məsələni biz burada aşmaq istəyiriksə, siz nə üçün bu cürə böhtanlar atırsınız? İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün iş aparıldığı bir vaxtda Prezident Əbülfəz Elçibəy müəmmalı şəkildə Bakını tərk etdi. İyunun 18-də Heydər Əliyev yaranmış vəziyyətlə əlaqədar xalqa müraciət etdi, onu birliyə çağırdı. Parlamentin bu məsələ ilə əlaqədar bir neçə gün davam edən iclaslarında vəziyyətdən çıxış yolu axtarılır, gərgin müzakirələr gedirdi. Bu gecə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy heç kəsə xəbər vermədən Bakını tərk edib. Əlaqə saxlaya bilməmişik. Prezident xəbərsiz Naxçıvana gedib və bu gün səhər mənə məlum olan xəbərlərə görə başqa dövlətlərə kömək üçün müraciət edib. Mənə elə gəlir ki, bu məsələnin bu yerə gəlib çatmağında bizim iqtidarda olanların, o cümlədən mənim özümün də səhvimiz böyükdür. Ona görə ki, biz idarə eləməyə başlayan gündən bu günə qədər demokratiyanı bir növ anarxiya ilə qarışdırıb heç kimin cəzasını vermədik. Mən bugün görürəm ki, prezident nəinki özünü, bütün xalqı, bütün bizim dövlətçiliyimizi elə bir gülünç bir vəziyyətə qoyubdur ki, onu təzədən bura qaytarmaq mən hesab edirəm, heç kəs bizə bağışlamayacaqdır. O günlərdə hamı başa düşürdü ki, idarə etmədəki qeyri-müəyyənlik uzun müddət davam edə bilməz. Bu, böyük faciələrə yol aça bilərdi. Mən burada ədalət naminə oturmuşam və bu gün də buradan getməyə hazıram. Heç bir şey mənə lazım deyil. Gəlin oturun. Əvvəl gəlsin otursun burada. Nə üçün qaçdı? Nə üçün qaçdı? O nə cürə prezidentlik eləyir? Nəhayət Milli Məclisin 24 iyun tarixli iclasında uzun sürən müzakirələrdən sonra parlament prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi.
Heydər Əliyevin Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs aldı. O, bu dövrdə əhalinin döyüş ruhunu qaldırmaq, müharibə dövrünə uyğun təbliğat aparmaq, qanunsuz silahlı dəstələri zərərsizləşdirmək üçün lazımi tədbirlər görür, ölkədəki vəziyyət barədə fikirlərini tez-tez xalqla bölüşürdü. Bir nəfər adamın siz hüququnu müdafiə edərək Azərbaycan xalqının hamısının hüquqlarını tapdalayırsınız. Və deyirsiniz ki, demokratik qüvvələr gələcək, edəcək. Bilirsiniz, hansı qüvvələr demokratikdir, hansı qüvvələr qeyri-demokratikdir, bunu bir Allah bilir. Mən bir dəfə demişəm, bir də təkrar edirəm. Elə bir hakim, elə bir məhkəmə yoxdur ki, təyin eləsin ki, İbrahim İbrahimov demokratik qüvvələrdəndir, Heydər Əliyev qeyri-demokratik qüvvələrdəndir. Heydər Əliyev Azərbaycanda Azərbaycan xalqının mənafinə xidmət eləndə və o xidmətin nəticələri də görünürdü. İndi siz gəlib olmuşsunuz demokratik qüvvələr, amma qalanları qeyri-demokratik qüvvələrdir. Xeyr, doğru demirsiniz, xalqı aldadırsınız. Məyər bu 7 milyon xalq bir dənə Əbülfəz Elçibəyin şıltahlığına bağlı olmalıdır. Axı belə şey olmaz. Siz bunu anlayın. Hər halda çəkiyə qoyun, bir tərəziyə qoyun. Özünüzü də, Əbülfəz Elçibəyi də, o Heydər Əliyevi də. Görün o tərəzi nə gözünü göstərir. Heydər Əliyev parlamentdə xarici ölkə nümayəndələri ilə keçirdiyi görüşlərdə ölkədəki və bölgədəki vəziyyət barədə Azərbaycanın ən ağırlı problemi olan Qarabağla bağlı danışıqlar aparırdı. Bizim bu ən böyük çatışmamazlığımız, bizim başımıza gələn bəlanı biz dünya miqyasında təbliğ edə bilməmişik, yəni göstərə bilməmişik. Bu bəlanın nə qədər bizə qarşı təcavüz xarakteri daşıdığını biz sübut eləyə bilməmişik. Bu da ondan irəli gəlib ki, biz elə bax bu çərçivədən kənara çıxa bilməmişik. Dünya siyasəti ilə dərindən məşğul ola bilməmişik. Bunların hamısını bax bu vəziyyətə gətirib çıxardı. O, mədəniyyətin, elmin və təhsilin inkişafına da böyük diqqət yetirir, alimlərlə, gənclərlə, azsaylı xalqların nümayəndələri ilə görüşlər keçirir, onlarla ölkənin gələcəyi barədə fikirlərini bölüşürdü. Heydər Əliyev parlamentin sədri kimi tezliklə milli maraqlar zəminində ölkənin yeni xarici siyasət konsepsiyasını, onun beynəlxalq münasibətlər sistemində yerini müəyyənləşdirdi, əvvəlki hakimiyyətin bu sahədə buraxdığı kobud səhvləri aradan qaldırdı. Azərbaycan bundan sonra heç vaxt müstəqilliyini itirməməlidir. Mən Azərbaycanın Ali Sovetin sədri kimi və dövlət başçısının vəzifəsini ifa edən kimi buradayam. Mən keşikdə durmuşam, narahat olmayın. Ali Sovetin sədri vəzifəsində cəmi 4 ay çalışsa da, Heydər Əliyev parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi. Milli Məclisin üzvləri, deputatlar, millət vəkilləri gərək etika normalarını həmişə gözləsinlər. Təəssüf ki, burada mədəniyyət normaları çoxdan pozulmuş bir şeydir. Biz nümunə göstərməliyik. Mədəniyyət nümunəsi, etika nümunəsi, ziyalılıq nümunəsi göstərməliyik. Bu divarlar bilməm necə dözürdü ki, bu illərdə burada bu əxlaqdan kənar sözlər həddindən artıq işlənirdi. O, parlamentin gücünü tarixi vəzifələrin həllinə yönəltməyə nail oldu. Bu dövrdə Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının təməli qoyuldu. Azərbaycan demokratiya yolunda getməlidir. Azərbaycanda həqiqi demokratiya prinsipləri inkişaf etməlidir. Azərbaycanda siyasi pluralizmə imkan yaradılmalıdır. Çox partiyalı sistem yaradılmalıdır. Azərbaycan bazar iqtisadiyyatı yolu ilə, sərbəst iqtisadiyyat yolu ilə getməlidir. Və Azərbaycanda siyasi partiyalar arasında sağlam rəqabət yaranmalıdır. Heç də təsadüfi deyildir ki, 1993-cü il 3 oktyabr prezident seçkilərində seçicilər Heydər Əliyevə səs verdilər. Bu seçimlə müstəqillik yolunda Azərbaycan xalqı keyfiyyətcə yeni bir dövrə qədəm qoydu.
Ölkənin yeni konstitusiyası qəbul olundu. Ordu quruculuğunda əməli addımlar atıldı. Torpaq onu becərənə verildi. Neft kontraktları imzalandı. Parlament, bələdiyyə seçkiləri keçirildi. Milli Məclisdə yeni qanunlar, məcəllələr qəbul olundu. Azərbaycanın milli qanunvericilik sistemi təşəkkül tapdı. Azərbaycanda hər tərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik, onun qoyduğu yol yeganə düzgün yoldur. Və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur. Heydər Əliyev ölkə başçısı seçildikdən sonra da parlamentlə sıx təmasda fəaliyyət göstərib, dəfələrlə Milli Məclisin tribunasından çıxış edərək ölkə üçün tale yüklü məsələlərə öz münasibətini bildirib. O, yüksək səviyyəli prezident-parlament münasibətlərinin əsasını qoyaraq parlamentarizm ənənələrini daha da inkişaf etdirdi. Bugün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Ulu Öndərin zəngin irsinin gələcək nəslə çatdırılmasında gördüyü işlər geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Bugünkü Azərbaycan parlamenti Heydər Əliyevin dövlətçilik konsepsiyasına sadiq qalaraq müstəqil Azərbaycan naminə tarixi vəzifələrin həllində dövlət başçısına dəstək verir. Üç rəngli bayrağımızı Ulu Öndərdən təhvil alan İlham Əliyev onu daha yüksəklərə qaldıraraq müstəqil Azərbaycanı bölgənin lider dövlətinə çevirdi. Ata vəsiyyətinə əməl edən Ali Baş Komandan doğma Azərbaycanın əsarətdəki torpaqlarını rəşadətli ordumuzun şücaəti ilə işğaldan azad etdi. Xalqımıza Şuşa zəfərini yaşatdı. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Ulu Öndərin ruhu indi şaddır. Qarabağ azaddır. Onun memarı olduğu Azərbaycan qüdrətli və qalib dövlətdir. Canından artıq sevdiyi xalq qürurludur. Xalqımız onun dövlət müstəqilliyini dönməz və əbədi etmiş, Azərbaycanın şərəf və ləyaqət simvolu sayılan öz böyük oğlunun əziz xatirəsini daim uca tutur. Öz uğurlu tarixi missiyası ilə zamanın fövqünə yüksəlmiş müstəqilliyimizin memarı, müasir Azərbaycan parlamentinin banisi vaxtilə necə də dəqiq ifadə edib. Nə qədər Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağım. Azərbaycan mənim ürəyimdir. Azərbaycan mənim nəfəsimdir. Azərbaycan mənim həyatımdır. Mənim ürəyim daima öz doğma vətənim Azərbaycanla bağlı olubdur.